Hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Sarayın mərkəzi demək olar. Bilirsiniz hardadır bu ev? 2 nömrəli məktəbdən biraz qalxırsınız yuxarı, hardasa bir 300-350 metr məsafəsi var 2 nömrəli məktəbə. 75 min manata çıxırdı, bax bu ev satışa çıxarıldı. 75 min manata. 4 otaqlı evdir. İçərisi nə qədərdir? 95 kvadratdan biraz da artıqdır içərisi. 4 otaqlı evdir. 75 min manatadır, özdə fərdi yaşayış. Yəni Kupcalı. Yəni bu evi alan kimi birbaşa qeydiyyata düşə biləcəyiniz bir evdir. 75 mindən narahat olmayın, ev sahibi özü qiymətində endirim eləyəcək. Mütləq endirim olunacaq. Elə qəşəng bir qiymətə alacaqsınız ki, bu evi sizə də sərf eləyəcək. Siz də bu işləri görüb tamamlaya biləcəksiniz. Nə işlər? Yəni kombisin kuxuna mebelini deyirəm. Bütün radiator sistemi çəkilib. Ondan sonra kanalizasiyası mərkəzidir. Qaz sayğacı, su sayğacı, işıq sayğacı var. Bunları çox sadalayıb vaxtınızı almaq istəmirəm. Fərdi yaşayış evidir. Burada hər şey 5-də 5-dir. Kanalizasiyasındakı mərkəzi kanalizasiyadır. Birbaşa xəttə qoşulmuş kanalizasiyadır. Bu da bizim həyətimizin trafıdır. Bax, bura qədər izah edirəm ki, tam dəqiqliyi biləsiniz. Evimizin bu tərəfindən də ara məsafəsi var, arxa tərəfindən də ara məsafəsi var da, belə qıy kimi. Ara məsafəsi var. Başqa bir dənə bu həyəti göstərək. Bax, həyəti belə səliqə səhmanlı bir həyətdir. Böyük həyətdir, genişdir. 2 sotdur torpağı. 2 sotun içərisindədir. Qırağında da belə ağac əkmək üçün, gül əkmək üçün xüsusi yer saxlanılıb. Evimizin üstü tarsovka emusiyadır. Pəncərələrimiz şəbəkə pəncərədir. Bura kombinin yeridir. Görürsünüz, rozetkası nə qədər çəkilib. Bu da bizim podvalımızdır. Ərazi olaraq onu deyə bilərəm ki, qupquru ərazidir. Fundamentine baxın, qoşadaş olmağına baxın, atmalarına baxın, elə sıx-sıx qəşəng səliqəli atılıb. Çox yüksək keyfiyyətlə tikilmiş bir evdir. Özünüz gəlib canlı baxacaqsınız. Mənim deməyimə baxmayın, özünüz də gəlin canlı baxın. Qoşadaşdır, nə bilim, hər şəraitdə, hər cür, bütün standartlara uyğundur. Siz özünüz ev tikəndə nə edəcəksiniz? Bu qardaş onun hamısını eləyib. Elə bir ki, özü üçün tiksin. Neçə daş kürsülüdür? 8 daş kürsülü evdir. 8 daş kürsülü evdir. 8 daş qalxdıq, gəldik, çıxdıq evin içərisində. Ayaqqabıyla girmək olar. Bax, fərqli bir proyektdir. Fərqli proyekt. Nəyə görə? Fərqli? Uzun koridor qapılar deyil. Yəni, onu demək istəyirəm ki, fərqlidir. Koridor belə gəlir. Bir də Zəfət olmasa yaxınlaşın koridora. Enli böyük bir koridordur. Sonra bax, belə dönürük. Bax, belə davam edir koridor. 4 otaqlı evdir. Bütün indi hamısının otaqları sizə göstərib izah edəcəm. Birbaşa qonaq otağına yaxınlaşaq. Bax, bu qonaq otağıdır, yəni zaldır. Qonaq otağıdır. Neçədir bu qonaq otağı? 3.60-ın 6-10-a tək qonaq otağı, yəni zalıdır. Aboylar da qəşəng bahalı kətan aboylardır. Radiatorun yerlərini bax görürsünüz. Siz bir dənə radiator alıb bağlayacaqsınız. Bu bizim qonaq otağıdır, zalımızdır. Qapıları bir dənə göstərək. Gördünüz, qar kimi ağappaq qapıdır. Gəlib yerində canlı görəcəksiniz. Bu qonaq otağıydı. Bu da bizim mətbəximiz. Bax, bu da mətbəximizdir. Mebel arası keramika vurulub, aspiratorun yerinə qədər qoyulub. Aspiratorun deşini açacaqsınız da. Onları gəlib inşallah evi bəyənəndə əyləşik nə işlər var görəcək. Pəncərədən də birbaşa öz həyətimizə baxırıq. Sonra qoşadaş olmağı bir dənə yaxınlaşaq göstərək. İzləyicilərimiz bu qoşadaş olmağı görsün. Pəncərənin qalınlığından, görürsünüz, pəncərənin qalınlığından görəcəksiniz qoşadaş olmağı. Mətbəxi də göstərdim. Bu da bizim yataq otaqlarımız. Bu bir yataq otağıdır. Görürsünüz, genişliyinə baxın, böyük. Böyük, geniş, kvadrat yataq otağıdır. Bu bir yataq otağıdır. Bu bir yataq otağıdır. Özəl uşaq otağıdır. Özəl laminatına da baxır, 18-20 manatlıq laminatlardandır. Biraz bahalı laminatdır. Bu da növbəti yataq otağı. Bu da növbəti yataq otağıdır. Gördünüz, 3 dənə yataq otağıdır, bir dənə qonaq otağıdır. Ümumi 4 otaqdır. Bu da sanitar qovşağımız. Sanitar qovşağını da göstərək. Bax belə. Deməli, krişaya çıxmasında yerimiz var. İndi onun qapısını gətirib qoyacaqlar. Deməli, 4 otaqlı evdir. Sarayda bax, hal-hazırda 4 otaqlı evlərin qiyməti, yəni bu qiymət deyil. Biraz bahadır. Bu qardaşın da bir xeyir işi olduğuna görə biraz tez satmaq istəyir, ona görə bu qiymətə verir. 75 min manata satışa çıxarılıb. Qəti, bax, bir də təkrar edirəm, qiymətdən narahat olmayın. Siz gəlin bura evə baxanda, ev yəsində çağıracaq, qiymətində özü endirim edəcək. Qəşəng bir qiymətə verəcək bunu sizə.
Allah sizə də xeyir versin, satana da xeyir versin. Sağ olun.